Oğlaq bürcü 11 mart 2025-ci il Oğlaq bürcünün proqnozu. Bugün Oğlaq bürcü üçün böyük dəyişikliklərin və yeni başlanğıcların günü olacaq. Günün başlanğıcında məqsədli və iradəli olacağınız bir dövrə qədəm qoyursunuz. Həyatınızdakı bəzi sahələrdə irəliləyişlər və sürətli inkişaflar yaşanacaq. Peşəkar həyatınızdakı yeni imkanlar və dəyişikliklər sizi daha da irəli apara bilər. Hər şeyə qarşı daha çevik və açıq fikirli olmağa çalışacaq, həm özünüzü, həm də ətrafınızdakiları daha yaxşı başa düşmək istəyəcəksiniz. Bu dövr həm peşəkar, həm də şəxsi həyatınızda müsbət nəticələr əldə etmək üçün sizə böyük fürsətlər təqdim edəcək. Peşəkar həyat. İş mühitində bugün yeni layihələr və təşəbbüslərlə qarşılaşa bilərsiniz. Yeni fikirlər və yaradıcı yanaşmalar üzə çıxacaq və bunlar sizin peşəkar inkişafınıza müsbət təsir edəcək. Yaradıcı düşünmək, cəsarət göstərmək və yeniliklərə açıq olmaq iş mühitində sizə uğurlu nəticələr qazandıra bilər. Bu dövr rəhbərliklə daha sıx əlaqə qurmaq və iş yoldaşlarınızla olan münasibətləri daha da gücləndirmək üçün əlverişlidir. Müxtəlif tapşırıqları cəsarətlə həyata keçirəcək və komanda ilə birgə böyük uğurlar əldə edəcəksiniz. Həmkarlarınızla əməkdaşlıq etmək və onların fikirlərinə dəyər vermək sizə yeni mövqelər əldə etməyə imkan verəcək. Gələcəkdə yüksəlmək və yeni məsuliyyətlər almaq istəyirsinizsə, özünüzü bu yeni imkanlara hazırlamalısınız. Bu dövr peşəkar həyatda böyük dəyişikliklərə səbəb olacaq. İrəlilədikcə iş yeri ilə bağlı yeni imkanlar meydana çıxa bilər, lakin bu daha çox məsuliyyət və diqqət tələb edəcək. Bu, həm də sizin liderlik bacarıqlarınızı inkişaf etdirmək və nümayiş etdirmək üçün ideal bir vaxtdır. Peşəkar uğurlarınızın təməlini bu günlərdə atacaqsınız, ona görə də çalışın ki, bu fürsətləri yaxşı qiymətləndirəsiniz. Şəxsi münasibətlər. Şəxsi həyatınızda da bəzi dəyişikliklər gözlənilir. Tərəfdaşınızla və ya yaxın dostlarınızla əlaqələriniz daha dərin və möhkəm olmağa başlayacaq. Bugün əlaqələrdə daha çox anlayış və empati göstərmək, bir-birinizi daha yaxşı anlamağa çalışmaq sizin üçün çox vacib olacaq. Səmimi və açıq danışmalar edərək əlaqələrinizi gücləndirə bilərsiniz. Tərəfdaşınızla ortaq məqsədlər üzərində daha çox işləyəcək və bir-birinizə dəstək olmağa çalışacaqsınız. Bu dövr əlaqələrinizi möhkəmləndirmək və yeni bir mərhələyə keçmək üçün çox əlverişlidir. Yalnız olan oğlaqlar üçün yeni tanışlıqlar və romantik əlaqələr qurmaq üçün müsbət bir dövr başlayır. Bu dövr yeni insanlarla tanış olmaq və daha dərin, mənalı əlaqələr qurmaq üçün çox əlverişlidir. Həmçinin bu dövrdə keçmişdəki narazılıqları və anlaşılmazlıqları bir kənara qoyaraq əlaqələrinizdəki səhvləri düzəltmək üçün ideal bir vaxtdır. Ailəyə və yaxın dostlarınıza göstərdiyiniz diqqət və qayğı isə sosial dairənizdəki bağları daha da gücləndirəcək. Sağlamlıq. Sağlamlıqla bağlı bu dövrə diqqətli yanaşmaq çox vacib olacaq. Fiziki və emosional sağlamlığınızın güclənməsi üçün balanslı həyat tərzini mənimsəməlisiniz. Sağlam qidalanma, müntəzəm idman və istirahət gün ərzində enerjinizi yüksək tutmağa kömək edəcək. Həmçinin stressdən uzaq durmaq və bədəninizi dinləmək bu dövrün ən vacib məsələlərindən biridir. Günün əvvəlində fiziki aktivliklərə vaxt ayıraraq enerjinizi artırmağa çalışın. Günün sonunda isə dincəlməyə və rahatlamaya çalışın. Zehni və emosional balansı qorumaq üçün meditasiya və nəfəs məşqləri faydalı ola bilər. Bədəninizin ehtiyaclarını dinləmək sağlamlıqla bağlı müsbət dəyişikliklərə səbəb olacaq. Yaxşı yuxu rejimi və kifayət qədər su içmək bədənin təzələnməsinə və enerji səviyyənizin artmasına kömək edəcək. Fiziki sağlamlığınıza diqqət yetirmək həm də zehni rahatlamağa gətirib çıxaracaq. Həm bədəninizi, həm də zehninizi gücləndirmək üçün bu dövrdə düzgün balans yaratmaq vacib olacaq. Sosial həyat. Sosial həyatınızda bu dövr yeni insanlarla tanışlıq və əlaqələr qurmaq üçün yaxşı bir vaxtdır. Sosial şəbəkələrdə aktiv olmaq və yeni mühitlərdə iştirak etmək sizi həm əyləndirəcək, həm də faydalı tanışlıqlar gətirəcək. Başqalarına kömək etmək və onları dinləmək sizə yeni təcrübələr qazandıracaq və sosial əlaqələrinizi möhkəmləndirəcək. Dostlarınıza və yaxınlarınıza qarşı daha çox diqqət və qayğı göstərməyə çalışacaq, onlara dəstək olmağa can atacaqsınız. Bu dövr başqalarına empati göstərmək və onlara dəstək olmaq üçün əlverişlidir. Sosial əlaqələrinizin daha dərin və güclü olmasına səbəb olacaq, bu da həyat keyfiyyətinizi yüksəldəcək. Sosial mühitinizdəki əlaqələr həm sizin, həm də ətrafınızdakilara müsbət təsir edəcək.
Bu dövr həmçinin yeni dostluqlar qurmaq və sosial dairənizi genişləndirmək üçün əlverişli olacaq. Ümumilikdə 11 mart 2025-ci il Oğlaq bürcü üçün həm şəxsi, həm də peşəkar həyatda böyük dəyişikliklər və irəliləyişlər gətirəcək. Bu dövr məqsədlərinizə doğru daha əmin addımlarla irəliləmək üçün çox əlverişlidir. Sağlamlığınıza diqqət edərək həm bədəninizi, həm də zehninizi gücləndirə bilərsiniz. Yeni əlaqələr qurmaq və mövcud münasibətləri möhkəmləndirmək üçün yaxşı bir vaxtdır. Günü səmərəli istifadə edərək həyatınıza müsbət təsir edəcək dəyişikliklərə doğru addımlar ata bilərsiniz. Bugün həm şəxsi, həm də peşəkar həyatınızda möhkəm bir zəmin qoymaq və uğurlarınızın təməlini atmaq üçün çox əlverişlidir. Dolça bürcü 11 mart 2025-ci il Dolça bürcünün proqnozu. Bugün Dolça bürcü üçün yeni ideyaların və dəyişikliklərin meydana çıxacağı, həyatınızdakı müxtəlif sahələrdə yeniliklərə açıq olacağınız bir gündür. Sizə xarakterik olan yenilikçi düşüncələr və yaradıcı yanaşmalar üzə çıxacaq və bu, həm şəxsi həyatınızda, həm də peşəkar sahədə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq. Həyatınıza yeni perspektivlər gətirəcək, daha əvvəl düşünmədiyiniz yollara yönələcək və ehtiyac duyduğunuz dəstəyi tapacaqsınız. Bu dövr həm şəxsi münasibətlərdə, həm də sosial əlaqələrdə qarşılıqlı anlaşma və dəstək mövzusunda yeni fürsətlər gətirəcək. Peşəkar həyat. İş həyatında bugün sizin üçün çox uğurlu bir gündür. Yeni layihələr və iş imkanları gündəmə gələcək və bu, sizin yeni ideyalarınızı həyata keçirmək üçün çox uyğun bir dövr olacaq. Dolça bürcü olaraq qeyri-adi yanaşmalar və yaradıcı düşüncə tərziniz sizi fərqləndirəcək və iş mühitində diqqət çəkəcək. Həmkarlarınız və rəhbərlik sizin görüş və təkliflərinizi daha çox qiymətləndirəcək. İşinizlə bağlı yeni təşəbbüslər irəliləyəcək və yeni ideyalarınızın həyata keçməsi üçün daha çox imkanınız olacaq. Bu dövrün xüsusiyyətləri iş həyatınızda irəliləyişlərə səbəb olacaq, lakin diqqət yetirməlisiniz ki, müsbət nəticələr əldə etmək üçün məqsədli və sistemli şəkildə hərəkət edəsiniz. İş yerində daha çox liderlik bacarıqlarınızı göstərmək və komanda ilə əməkdaşlıq edərək uğurlu nəticələr əldə etmək mümkündür. Sizi cəsarətləndirəcək və yeniliklərə açıq olmağa təşviq edəcək yeni tapşırıqlar və layihələr ortaya çıxacaq. Həmçinin iş mühitindəki münasibətləri yaxşılaşdırmaq, yeni əlaqələr qurmaq və komanda ilə daha sıx işləmək üçün əlverişli bir dövrdür. Bu yeni təşəbbüslər həm də peşəkar həyatda daha böyük mövqelərə yüksəlməyə gətirib çıxara bilər. Təşəbbüskar olmaq, peşəkar həyatınızda uzun müddətli uğurlar əldə etmək üçün vacib bir addım olacaq. Şəxsi münasibətlər. Dolça bürcünün şəxsi həyatında bugün açıq fikirli və səmimi münasibətlər ön planda olacaq. Tərəfdaşınızla və ya yaxın dostlarınızla qarşılıqlı anlaşma və empati qurmağa çalışacaqsınız. Bu dövr romantik münasibətlərdə əlaqələri daha dərindən anlamaq və bir-birinizə dəstək olmaq üçün mükəmməl bir fürsət olacaq. Tərəfdaşınızla aranızdakı müzakirələr daha açıq və dürüst olacaq, bu da sizin əlaqələrinizi daha da gücləndirəcək. İnanılmaz bir qarşılıqlı anlayış və əlaqələrdə daha sıx bağlar qurmaq mümkündür. Eyni zamanda keçmişdəki kiçik anlaşılmazlıqları və narazılıqları unudub yeni başlanğıclar üçün hazırlıq edə bilərsiniz. Bu dövr aranızda daha dərin və mənalı bir əlaqə qurmağa imkan verəcək. Keçmişdə yaşadığınız çətinliklər artıq önəmli olmayacaq, çünki siz yeni bir mərhələyə qədəm qoyacaqsınız. Yalnız olan dolçalar üçün yeni tanışlıqlar və romantik əlaqələr qurmaq üçün əlverişli bir vaxtdır. Bu dövr yeni insanlar tanımaq və əlaqələrdə daha sıx bağlar qurmaq üçün müsbət enerjilərlə doludur. Sağlamlıq. Sağlamlığınıza diqqət etmək çox vacibdir. Fiziki və emosional cəhətdən özünüzü gücləndirmək üçün düzgün balans tapmalısınız. Bu dövr həm bədəninizin, həm də zehninizin ehtiyaclarını qarşılayaraq sağlamlığınızı qorumağa kömək edəcək. Fiziki aktivliklərə və idman hərəkətlərinə vaxt ayıraraq enerji səviyyənizi artırmaq mümkündür. Günün əvvəlində bədəninizin ehtiyaclarını qarşılayaraq yaxşı bir başlanğıc edin. Həmçinin stresin idarə olunması və rahatlama üçün meditasiya və nəfəs məşqləri faydalı olacaq. Bu cür məşqlər həm də ruhi balansınızı qorumağa kömək edəcək. Bədəninizin və ruhunuzun ehtiyaclarına diqqət yetirmək həm fiziki, həm də zehni sağlamlığınızı yaxşılaşdıracaq. Bu dövr həyat tərzinizi daha sağlam və balanslı etmək üçün əla bir fürsətdir.
Kifayət qədər yuxu rejimi qurmaq və düzgün qidalanmaq da bədəninizin bərpasına və enerjinizin artmasına kömək edəcək. Sağlamlığınızla bağlı müsbət dəyişikliklər həm bədəninizin, həm də zehninizin güclənməsinə səbəb olacaq. Sosial həyat. Sosial həyatınızda başqaları ilə əlaqə qurmaq və yeni tanışlıqlar əldə etmək çox vacib olacaq. Bu dövr yeni insanlarla tanış olmaq və ətrafınızdakı insanlarla əlaqələrinizi daha da möhkəmləndirmək üçün əlverişlidir. Sosial şəbəkələrdə daha çox vaxt keçirəcək və yeni insanlar ilə maraqlı və faydalı müzakirələrə qoşulacaqsınız. Bu, həm əyləncə, həm də faydalı əlaqələr qurmaq üçün mükəmməl bir dövr olacaq. Dostlarınıza göstərdiyiniz dəstək və qayğı sosial dairənizdəki əlaqələri gücləndirəcək. Başqalarına empati göstərmək və onların ehtiyaclarını dinləmək sizə yeni təcrübələr qazandıracaq və sosial dairənizi daha da genişləndirəcək. Bu dövr həmçinin yeni dostlar tapmaq və həyatınızdakı insanlarla əlaqələri möhkəmləndirmək üçün əlverişlidir. Sosial şəbəkələrdə və yaxın ətrafınızdakı insanlarla daha çox vaxt keçirmək sizə daxili məmnuniyyət gətirəcək. Ümumilikdə 11 mart 2025-ci il Dolça bürcü üçün həm şəxsi, həm də peşəkar həyatda böyük dəyişikliklər və irəliləyişlər gətirəcək bir gündür. Yaradıcı ideyalarınız və yenilikçi yanaşmalarınız sizi fərqləndirəcək və uğur əldə etməyə kömək edəcək. Sosial həyatda yeni əlaqələr qurmaq və mövcud münasibətləri gücləndirmək üçün yaxşı bir dövr başlayır. Sağlamlığınıza diqqət edərək həm bədəninizi, həm də zehninizi gücləndirmək üçün uyğun addımlar atmalısınız. Bugün həm şəxsi, həm də peşəkar həyatınızda yeni imkanlara doğru addımlar atmaq üçün çox əlverişlidir. Yeni düşüncələr, dəyişikliklər və yeniliklər sizi daha da irəli aparacaq. Balıq bürcü. 11 mart 2025-ci il Balıq bürcünün proqnozu. Bugün Balıq bürcü üçün həyatın hər sahəsində yeni fürsətlərə açıq olacağınız və daxili intuisiya ilə qərarlar verəcəyiniz bir gündür. İntuitiv düşüncə və hisslərinizin güclü olduğu bir dövr başlayır. Bu da sizi doğru yola yönəldəcək və həyatınızdakı bəzi qərarsızlıq anlarını aradan qaldıracaq. Ətrafınızdakı dünyanı daha dərindən hiss edəcək və başqalarının ehtiyaclarına daha çox diqqət yetirəcəksiniz. Günün əvvəlində daha çox emosional olaraq özünüzü güclü hiss edəcəyiniz bir zaman olacaq. Bu dövr həm şəxsi, həm də peşəkar həyatınızdakı dəyişikliklərə açıqlıq və yeni başlanğıclar üçün çox əlverişlidir. Peşəkar həyat. İş həyatınızda bugün daha çox diqqət və əzm tələb edən bir dövr başlayır. Gündəlik tapşırıqlarınıza qarşı daha ciddi yanaşacaq və hər bir detala diqqət etməyə çalışacaqsınız. Bu dövr yeni layihələrə başlamaq və peşəkar əlaqələrdə yeni mərhələlərə keçmək üçün ideal bir zamandır. Qeyri-adi və yaradıcı yanaşmalarınız bu günlərdə iş mühitində daha çox qiymətləndiriləcək. Həmkarlarınızla olan münasibətlərdə qarşılıqlı hörmət və əməkdaşlıq ön planda olacaq. Yaradıcı həllər və yeni yanaşmalar təklif etmək sizi komandada fərqləndirəcək və işinizdə böyük irəliləyişlərə səbəb ola bilər. Bu dövrün xüsusiyyəti ilə yeni iş imkanları və əməkdaşlıq şansları meydana çıxa bilər. Düşüncələrinizi daha çox inkişaf etdirmək və müsbət nəticələr əldə etmək üçün əməkdaşlıq etmək vacib olacaq. Həmçinin rəhbərliklə əlaqələrinizdə daha açıq və dürüst olmaq işdəki mövqeyinizi möhkəmləndirə bilər. Bu dövr həm də yeni biliklər əldə etmək və öz bacarıqlarınızı daha da inkişaf etdirmək üçün yaxşı bir vaxtdır. Şəxsi münasibətlər. Şəxsi həyatınızda isə bugün daha çox emosional yaxınlıq və anlayış ön plana çıxacaq. Tərəfdaşınızla aranızdakı münasibətləri daha da gücləndirmək, açıq və dürüst ünsiyyət qurmaq üçün ideal bir vaxtdır. Bir-birinizin hisslərini daha yaxşı anlamağa çalışacaq və bu da əlaqənizin daha dərin və möhkəm olmasına səbəb olacaq. Romantik münasibətlərdəki bağlarınızın daha da güclənməsi üçün müsbət bir dövr başlayır. Eyni zamanda keçmişdəki kiçik narazılıqlar və anlaşılmazlıqlar artıq diqqətinizi çəkməyəcək, çünki bu günlərdə daha çox qarşılıqlı anlaşma və dəstək ön planda olacaq. Yalnız olan balıqlar üçün bu dövr yeni insanlarla tanışlıq və romantik münasibətlər qurmaq üçün müsbət bir enerji daşıyır. Yeni əlaqələr həm ruhi, həm də emosional olaraq sizi zənginləşdirəcək. Sağlamlıq. Bu günlərdə sağlamlığınıza diqqət yetirmək çox vacibdir. Bədəninizin və zehninizin ehtiyaclarını dinləmək ümumi sağlamlığınızın yaxşılaşdırılmasına kömək edəcək. Fiziki və emosional olaraq balansı tapmaq üçün mütəmadi idman və meditasiya etməyə vaxt ayırın.
Bu dövr həm fiziki, həm də zehni sağlamlığınızı gücləndirmək üçün çox əlverişlidir. Enerjinizi yüksəltmək üçün səhər saatlarında fiziki aktivliklərə zaman ayırın, həmçinin günün sonunda stressdən uzaq durmaq və rahatlamağa vaxt ayırın. Sağlamlığınıza daha çox diqqət etmək həm bədəninizi, həm də ruhunuzu bərpa edəcək. Yaxşı bir yuxu rejimin, düzgün qidalanma və mütəmadi idman həm bədəninizin, həm də zehninizin sağlamlığını qorumağa kömək edəcək. Həmçinin stressdən uzaq durmaq və meditasiya kimi rahatlama üsulları zehni vəziyyətinizi yaxşılaşdırmağa kömək edəcək. Bu dövrün sonunda özünüzü həm fiziki, həm də emosional olaraq daha güclü hiss edəcəksiniz. Sosial həyat. Sosial həyatınızda bugün başqaları ilə daha sıx əlaqə qurmaq və insanlarla daha çox vaxt keçirmək arzusunda olacaqsınız. Bu dövr yeni insanlarla tanışlıq, həmçinin mövcud dostluqları daha da möhkəmləndirmək üçün çox əlverişlidir. Başqalarına empati göstərmək və onları dinləmək sosial əlaqələrinizi daha da gücləndirəcək. Dostlarınıza göstərdiyiniz dəstək və qayğı ətrafınızdakı insanlarla daha dərin və möhkəm bağlar qurmanıza səbəb olacaq. Həmçinin başqalarına kömək etmək və onları dinləmək sizə yeni təcrübələr qazandıracaq. Bu dövr həm sosial, həm də emosional həyatınızda müsbət dəyişikliklər və inkişaflar yaşanmasına imkan verəcək. Ətrafınızdakı insanlarla daha çox vaxt keçirmək sizə daxili məmnuniyyət və sülh gətirəcək. Ümumilikdə 11 mart 2025-ci il Balıq bürcü üçün həm şəxsi, həm də peşəkar həyatda müsbət dəyişikliklər və irəliləyişlər gətirəcək bir gündür. Həm işdə, həm də şəxsi münasibətlərdə daha çox anlayış və qarşılıqlı dəstək ön planda olacaq. Yaradıcı yanaşmalar və yeni ideyalar üzə çıxacaq, bu da sizə daha çox uğur və məmnuniyyət gətirəcək. Sağlamlığınıza diqqət yetirmək və bədəninizi, həm də zehninizi gücləndirmək üçün bu dövrü səmərəli istifadə edin. Sosial həyatda yeni əlaqələr qurmaq, mövcud münasibətləri isə daha da möhkəmləndirmək imkanı əldə edəcəksiniz. Bu dövr həm şəxsi, həm də peşəkar həyatınızda yeni başlanğıclar üçün çox əlverişlidir. Qoç bürcü. 11 mart 2025-ci il Qoç bürcünün proqnozu. Bugün Qoç bürcü üçün enerjinin yüksək olduğu, hədəflərə doğru inamla irəliləyəcəyiniz bir gündür. İntuitiv olaraq düzgün qərarlar verəcəyiniz, güc və motivasiya ilə dolu olacağınız bir zaman dilimidir. Günün başlanğıcında özünüzü tamamilə məqsədlərinizə həsr edəcəksiniz və həyata keçirmək istədiyiniz işlərdə daha çox uğur əldə edəcəksiniz. Bugün hər hansı bir başlanğıc etmək və yeni layihələrə başlamaq üçün mükəmməl bir zaman olacaq. Lakin impulsiv qərarlardan qaçınmaq və hər şeyi yaxşıca planlaşdırmaq önəmlidir. Başqalarının fikirlərini dinləyərək daha yaxşı nəticələr əldə edə bilərsiniz, amma bəzən yalnız özünüzə güvənmək də lazım olacaq. Bugünkü gücünüz sizi ətrafınızdakı hər kəsə ilham verəcək. Peşəkar həyat. İş yerində bugün liderlik qabiliyyətinizi daha da inkişaf etdirə bilərsiniz. Həmkarlarınızın sizə qarşı olan hörməti artacaq, yeni ideyalarınız diqqət mərkəzində olacaq. Bu, həm də müstəqil düşüncə tərzinizin və innovativ yanaşmalarınızın qiymətləndiriləcəyi bir dövrdür. Özünüzü peşəkar mühitdə daha çox ifadə etmək, yeni layihələr və ya təşəbbüslər ilə bağlı rəhbərliyinizlə müzakirələr aparmaq üçün əlverişli bir zaman olacaq. Bu dövr daha çox məsuliyyət daşımaq və idarəçilik bacarıqlarınızı nümayiş etdirmək üçün ideal bir zamandır. Yüksəliş gözlənilən bir dövrdür, lakin unutmamalısınız ki, bu yüksəlişlərlə bərabər yeni məsuliyyətlər və gözləntilər də gəlir. Əgər yeni təkliflər və ya işlər üzərində düşünürsünüzsə, bu günlərdə bu barədə daha çox düşünmək və düzgün qərar vermək vacib olacaq. Komanda işində qarşılıqlı əlaqələr və əməkdaşlıq daha yüksək səviyyəyə qalxacaq, iş yoldaşlarınızla münasibətlərinizi gücləndirərək ortaq məqsədlər üçün bir araya gələcəksiniz. Bu dövrün sonunda həm şəxsi, həm də peşəkar həyatınızda irəliləyişlər gözlənilir. Hər hansı bir müzakirə və ya danışıqlarda öz fikrinizi aydın şəkildə ifadə edərək başqalarının diqqətini cəlb edəcəksiniz. Şəxsi münasibətlər. Şəxsi həyatda Qoç bürcünü daha çox açıq danışıq və qarşılıqlı anlayış gözləyir. Günün əvvəlində münasibətlərdə açıq və dürüst danışmaq, qarşı tərəfin hisslərini anlamaq ön planda olacaq. Tərəfdaşınızla daha dərindən əlaqə qurmaq üçün yaxşı bir zamandır. Hisslərinizi səmimi şəkildə ifadə etmək və qarşı tərəfi dinləmək münasibətlərinizdəki bağları gücləndirəcək.
Keçmişdəki anlaşılmazlıqları və ya kiçik narazılıqları bir kənara qoymaq bu dövrü münasibətlərinizdə yeni bir mərhələyə başlamaq üçün ideal bir zamandır. Bugün sevdiyiniz insana daha çox dəstək və qayğı göstərəcəyiniz bir gündür. Yalnız olan qoçlar üçün isə romantik əlaqələrdə yeniliklər gözlənilir. Yeni tanışlıqlar və dərin əlaqələr qurmaq üçün şansınız olacaq. Bu dövr həqiqi və mənalı əlaqələr qurmaq üçün çox əlverişlidir. Bir çox sosial imkanlar və tanışlıqlar həyatınıza daxil olacaq. Yeni insanlarla tanışlıq həm emosional, həm də sosial inkişafınıza müsbət təsir edəcək. Sağlamlıq. Sağlamlığınızla bağlı diqqətli olmalı və həm bədəninizi, həm də zehninizi gücləndirmək üçün addımlar atmalısınız. Bu günlərdə fiziki aktivliyə vaxt ayırmaq həm bədən, həm də zehin sağlamlığını qorumağa kömək edəcək. İdman və fiziki məşğələlər gündəlik rutininizin bir hissəsi olmalıdır. Bədəninizin ehtiyaclarını dinləmək, yuxu və istirahətə də diqqət yetirmək vacibdir. Həmçinin stressi idarə etmək üçün meditasiya və rahatlama texnikaları ilə məşğul olmaq faydalı olacaq. Günün sonunda ruhsal rahatlamağa vaxt ayırmaq enerjinizi bərpa etməyinizə kömək edəcək. Bundan əlavə, sağlam qidalanma, düzgün su istehlakı və bədəninizi düzgün şəkildə qidalandırmaq da vacibdir. Bu dövrdə həm fiziki, həm də emosional sağlamlığınızı qorumaq gündəlik həyatın tələblərinə daha yaxşı cavab verməyinizə kömək edəcək. Sosial həyat. Sosial həyatda bugün daha çox insanla əlaqə qurmaq, ətrafınızdakı insanlarla daha yaxın münasibətlər qurmaq istəyəcəksiniz. Həm yaxınlarınız, həm də yeni tanışlarınızla keçirəcəyiniz vaxt çox dəyərli olacaq. Sosial şəbəkələrdə aktiv olmaq, yeni insanlarla tanış olmaq, dostlarınızla daha çox vaxt keçirmək sizə enerji verəcək. Bu dövr həm əyləncəli, həm də faydalı tanışlıqlar və əlaqələr qurmaq üçün çox əlverişlidir. Bundan əlavə, başqalarına qarşı empati göstərmək, onların problemləri ilə maraqlanmaq və dəstək olmaq sizə sosial dairənizdə güclü bağlar qurmağa kömək edəcək. Həmçinin başqalarına kömək etmək, sosial dairənizdə sizi daha çox sevilən və etibarlı biri edəcək. Sosial həyatda başqalarına qarşı mehriban və qayğıkeş olmaq, ətrafınızdakı insanlarla daha dərin bağlar qurmağınıza kömək edəcək. Ümumilikdə 11 mart 2025-ci il Qoç bürcü üçün həm şəxsi, həm də peşəkar həyatda inkişaf və müsbət dəyişikliklər gətirəcək bir gündür. Enerjiniz yüksək olacaq, amma planlı və diqqətli olmaq da vacibdir. Bu dövr yeni başlanğıclar və irəliləyişlər üçün çox əlverişlidir. Peşəkar həyatda liderlik bacarıqlarınızı nümayiş etdirərək yeni imkanlar əldə edə bilərsiniz. Şəxsi münasibətlərdə isə dürüstlük və qarşılıqlı anlayış ön planda olacaq. Sağlamlığınıza diqqət edərək fiziki və zehni enerjinizi bərpa etməlisiniz. Sosial həyatda yeni əlaqələr qurmaq, başqalarına dəstək olmaq və ətrafınızdakı insanlarla daha yaxın münasibətlər qurmaq mümkündür. Bu günün sonunda həm şəxsi, həm də peşəkar həyatınızda müsbət dəyişikliklər gözlənilir. Boğa bürcü. 11 mart 2025-ci il Boğa bürcünün proqnozu. Bugün Boğa bürcü üçün həm daxili sabitlik, həm də xarici dünyada tarazlıq axtarışında olan bir gündür. Ətrafınızdakı hadisələri və insanları diqqətlə izləyərək sağlam düşüncələr və müdrik qərarlarla günün gedişatını yönləndirəcəksiniz. Bugün istədiyiniz hədəflərə çatmaq üçün daha çox planlı, sistemli və iradəli bir yanaşma sərgiləyəcəksiniz. Həm şəxsi, həm də peşəkar həyatınızdakı əhəmiyyətli məsələlərə daha ciddi yanaşacaq və doğru istiqamətə getmək üçün hərəkətə keçəcəksiniz. Bu günlərdə ehtiyatlı, lakin eyni zamanda ardıcıl olmaq önəmlidir. Yavaş-yavaş, amma əmin addımlarla irəliləyəcək, hər şeyin düzgün olacağına əmin olacaqsınız. Peşəkar həyat. İş sahəsində bugün daha çox təşkilatçılıq və detallara diqqət yetirmək tələb olunacaq. Məsuliyyətlərinizi mükəmməl şəkildə yerinə yetirmək və hər bir kiçik detalı düşünərək irəliləmək sizin üçün vacib olacaq. Bu dövr əvvəllər gördüyünüz işlərdə uğurlu nəticələr əldə etməyinizə gətirib çıxara bilər. Yeni layihələr üzərində düşünmək və bunları həyata keçirmək üçün daha çox səy göstərəcəksiniz. Lakin bu dövrdə başqalarının fikir və baxış açılarını da nəzərə almaq lazımdır. İş mühitində özünüzü ifadə etmək və ideyalarınızı paylaşıb müzakirə etmək üçün uyğun bir zamandır. Bugün həm də liderlik bacarıqlarınızı daha geniş şəkildə nümayiş etdirmək, komanda işini gücləndirmək və təşkilat daxilində əlaqələri möhkəmləndirmək üçün əlverişlidir.
Həmkarlarınızla münasibətlərinizdə diqqətli olun, onların ehtiyaclarını anlamaq və qarşılıqlı faydalı əməkdaşlıq yaratmaq sizin peşəkar inkişafınızda əhəmiyyətli rol oynaya bilər. Əgər yeni təşəbbüslərlə bağlı fikirləriniz varsa, onlara başlamaq üçün mükəmməl bir dövr olacaq. Eyni zamanda peşəkar həyatınızdakı yeni təkliflər və imkanlar sizi daha yüksək mövqeyə gətirə bilər. İrəlilədikcə yeni məsuliyyətlər və gözləntilər artacaq, amma bu yüksəlişlərlə özünüzü daha da inkişaf etdirmək üçün əlavə imkanlar yaranacaq. Şəxsi münasibətlər. Bugün şəxsi həyatınızda daha çox sabitlik və harmoniya arayışında olacaqsınız. Hisslərinizə daha dərindən yanaşacaq və qarşı tərəflə münasibətlərinizdə açıqlıq və dürüstlük ön planda olacaq. Əgər münasibətlərinizdə hər hansı bir anlaşılmazlıq və ya keçmişdə həll olunmamış məsələlər varsa, bu dövr onları müzakirə edərək aradan qaldırmaq üçün yaxşı bir zamandır. Bu münasibətləri daha sağlam və möhkəm bir təməldə qurmaq üçün yaxşı fürsətlər yaranacaq. Həm də tərəfdaşınıza və yaxınlarınıza daha çox diqqət yetirəcək, onların ehtiyaclarını daha yaxşı anlayacaqsınız. Yeni münasibətlər üçün də şanslar mövcuddur. Bu dövr romantik əlaqələrdə yeni bir başlanğıc etmək və mövcud əlaqələri daha dərindən və mənalı şəkildə inkişaf etdirmək üçün əlverişlidir. Yalnız olan buğalar üçün yeni tanışlıqlar və romantik münasibətlər qurmaq üçün gözəl imkanlar yaranır. Bu dövr özünüzü daha açıq və səmimi hiss edəcəyiniz bir dövrdür. Bu da başqaları ilə daha dərin və emosional əlaqələr qurmağınıza kömək edəcək. Həmçinin yaxın dostlarınızla münasibətlərinizdə daha çox paylaşma və qarşılıqlı dəstək olacaq. Sağlamlıq. Sağlamlığınızla bağlı diqqət yetirməli olduğunuz bir gündəsiniz. Həm fiziki, həm də zehni sağlamlığınıza daha çox diqqət ayırmaq lazımdır. Günün əvvəlində fiziki aktivliklərə və açıq hava ilə təmasda olmağa vaxt ayırın. İdman həm bədəninizin enerjisini artıracaq, həm də sizə əhval-ruhiyyə və pozitiv enerji verəcək. Eyni zamanda düzgün qidalanma və balanslı həyat tərzi sizin ümumi sağlamlığınızı gücləndirəcək. Yuxu rejiminizə diqqət yetirmək və düzgün istirahət etmək həm fiziki, həm də zehni sağlamlığınızı qorumağınıza kömək edəcək. Ruhsal sağlamlığınız da bu dövrdə vacibdir. Stressi idarə etmək və daxili rahatlıq tapmaq üçün meditasiya, nəfəs məşqləri və ya digər rahatlama texnikaları ilə məşğul ola bilərsiniz. Sosial həyatınızda və işdə qarşılaşacağınız gərginliklərə qarşı stres idarə etmə üsullarından istifadə etmək çox faydalı olacaq. Bu dövrdə bədəninizə və zehninizə diqqət yetirərək daha sağlam və güclü hiss edəcəksiniz. Sosial həyat. Sosial həyatınızda başqalarına qarşı daha çox qayğı göstərmək və onları anlamaq istəyəcəksiniz. Bu dövr həm yaxın dostlarınızla, həm də yeni tanışlıqlarla daha çox zaman keçirmək üçün əlverişlidir. Sosial dairənizdə güclü bağlar qurmaq və münasibətlərinizi möhkəmləndirmək istəyəcəksiniz. Sosial şəbəkələrdə aktiv olmaq, yeni əlaqələr qurmaq və müsbət təcrübələr əldə etmək mümkündür. Bugün başqalarına dəstək olmaq və onlarla daha çox zaman keçirmək sosial həyatınıza müsbət təsir edəcək. Dostlarınıza və yaxınlarınıza diqqət göstərmək həm onların, həm də sizin həyatınızı zənginləşdirəcək. İnsanlarla daha çox açıq və səmimi münasibətlər qurmaq, onların fikirlərini dinləmək və kömək etmək sosial dairənizdə daha güclü bağların yaranmasına səbəb olacaq. Ümumilikdə 11 mart 2025-ci il Buğa bürcü üçün həm şəxsi, həm də peşəkar həyatda sabitlik və inkişaf dövrüdür. Bu günlərdə planlı və sistemli yanaşma sizi hədəflərinizə yaxınlaşdıracaq. Peşəkar həyatınızda yeni imkanlar və irəliləyişlər gözlənilir, həmkarlarınızla münasibətlərinizdə əməkdaşlıq və anlaşma artır. Şəxsi münasibətlərdə isə dürüstlük və qarşılıqlı dəstək ön planda olacaq, bu da əlaqələrinizi daha möhkəm edəcək. Sağlamlığınıza diqqət edərək həm fiziki, həm də ruhi enerjinizi qorumağınız vacibdir. Sosial həyatda başqalarına dəstək olmaq və yeni əlaqələr qurmaq həyatınıza müsbət təsir edəcək. Bugünün sonunda həyatınızdakı əsas sahələrdə müsbət dəyişikliklər və irəliləyişlər gözlənilir. Əkizlər bürcü. 11 mart 2025-ci il Əkizlər bürcünün proqnozu. Bugün Əkizlər bürcü üçün həm daxili dəyişikliklər, həm də xarici dünyada yeni imkanlar açacaq bir gündür. Günü daha enerjili, fəal və hərəkətə keçmək üçün mükəmməl bir zaman kimi hiss edəcəksiniz. Bu dövrdə daha çox özünüzü ifadə etmək və həyatınızda yeni istiqamətlərə doğru addımlar atmaq istəyəcəksiniz.
Hisslərinizdəki qarışıqlığı aydınlaşdırmaq və düşüncələrinizi daha sərbəst şəkildə təşkil etmək sizin üçün çox faydalı olacaq. Günün əvvəlində daxili balansı tapmağa və hisslərinizi doğru istiqamətə yönəltməyə çalışacaqsınız. Bir çox məsələlərdə daha çox təfərrüata diqqət yetirmək və bütün detalları nəzərə alaraq irəliləmək sizi uğura daha yaxın edəcək. Peşəkar həyat. İş həyatınızda daha çox təşəbbüs göstərmək və yeni ideyalar irəli sürmək üçün əlverişli bir dövr başlayır. İndi daha çox diqqəti işdəki detallara və təşəbbüslərinizi yönəltmək lazımdır. Yeni layihələr və ideyalarla bağlı irəliləmək üçün uyğun bir zaman olacaq. İş yoldaşlarınızla və rəhbərliyinizlə münasibətlərinizdə daha açıq fikir mübadiləsi edəcəksiniz. Bu dövr sizə həm peşəkar, həm də şəxsi həyatınızdakı əlaqələri möhkəmləndirmək və gücləndirmək imkanı verəcək. Qərarların daha düşünülmüş və planlı şəkildə alınması, iş yoldaşlarınızın və rəhbərliyinizin dəstəyi ilə daha müvəffəqiyyətli nəticələr əldə etməyinizə şərait yaradacaq. Gün ərzində işdə qarşılaşacağınız yeni imkanlar və ideyalar sizi daha da irəli apara bilər. Komanda işində müsbət nəticələr əldə etmək üçün yaradıcı yanaşmalar sərgiləmək və başqalarının fikirlərini dinləmək faydalı olacaq. Bugün işdəki məqsədlərə çatmaq üçün daha sərbəst, amma hərtərəfli yanaşmalar tətbiq etmək lazımdır. Yüksək kommunikasiya bacarıqlarınız sayəsində qarşı tərəflə doğru anlaşmalar və əməkdaşlıqlar quracaqsınız. Şəxsi münasibətlər. Şəxsi münasibətlərinizdə daha çox açıqlıq və səmimiyyət ön plana çıxacaq. Tərəfdaşınızla və yaxınlarınızla daha çox empati göstərmək və onların hisslərini anlamaq sizə çox şey qatacaq. Bu dövrdə daha çox qarşılıqlı anlayış və dəstək əsas olacaq. Keçmişdə yaranmış kiçik anlaşılmazlıqları bir kənara qoymaq və yeni bir başlanğıc etmək üçün çox əlverişli bir zaman gəlir. Həm də əlaqələrinizdə qarşı tərəfi daha yaxşı dinləmək və onların ehtiyaclarını daha çox nəzərə almaq əhəmiyyətlidir. Səmimi və dürüst danışmalar edərək əlaqələrinizi daha möhkəm edə bilərsiniz. Romantik münasibətlərdə də yeni dəyişikliklər mümkündür. Yalnız olan əkizlər bürcləri üçün yeni tanışlıqlar və romantik münasibətlər qurmaq üçün müsbət bir dövr başlayır. Başqa insanlarla daha dərindən əlaqə qurmağınız mümkündür və bu da həyatınıza yeni dərin mənalar qatacaq. Bu dövr həm də emosional olaraq açıq olmaq və qarşı tərəflə sağlam, dürüst münasibətlər qurmaq üçün əlverişlidir. Sağlamlıq. Sağlamlığınızla bağlı diqqət və özünüzə vaxt ayırmaq çox vacibdir. Fiziki cəhətdən enerjili olacağınız bir gündəsiniz, amma eyni zamanda bədəninizin istirahətə ehtiyacı olacaq. Fiziki aktivliklərə vaxt ayırmaq həm bədəninizin enerjisini artıracaq, həm də stressdən uzaqlaşmanıza kömək edəcək. İdmanla məşğul olmaq və açıq havada vaxt keçirmək əhval-ruhiyyənizi yüksəldəcək və sağlamlığınızı gücləndirəcək. Eyni zamanda yaxşı qidalanmaya və düzgün yuxu rejiminə diqqət yetirmək ümumi sağlamlığınızı qorumağınıza kömək edəcək. Zehni sağlamlıq da bu dövrdə önəmlidir. Bu günlərdə həm işdə, həm də şəxsi həyatda qarşılaşacağınız gərginliklərə qarşı stress idarə etmə üsullarını tətbiq etmək sizə faydalı olacaq. Meditasiya, nəfəs məşqləri və ya sadəcə biraz tənhalıq sizə rahatlamağa və yenidən enerji toplamağa kömək edəcək. Həmçinin emosional olaraq da güclü qalmağa çalışın, çünki əhvalınıza mənfi təsir edən hər hansı bir vəziyyətdən uzaq durmaq sizin üçün çox faydalı olacaq. Sosial həyat. Sosial həyatınızda da yeni dəyişikliklər və imkanlar gözlənilir. Yeni insanlarla tanış olmaq və fərqli mühitlərdə olmaq istəyiniz artacaq. Bu dövr sosial əlaqələrdə güclü və davamlı bağlar qurmaq üçün çox əlverişlidir. Dostlarınız və yaxınlarınızla olan münasibətlərdə daha çox anlayış və dəstək olacaq. Başqalarının fikirlərini dinləmək və onları başa düşmək sizin sosial dairənizdəki əlaqələri daha möhkəm edəcək. Sosial şəbəkələrdə aktiv olmaq və yeni insanlar tanımaq həm əyləncəli, həm də faydalı təcrübələrə səbəb ola bilər. Başqalarına kömək etmək və onları dinləmək bu dövrdə çox vacibdir. Sosial çevrənizdəki insanlarla daha çox əlaqə qurmaq həm özünüzü, həm də ətrafınızdakilara müsbət təsir edəcək. Bu dövr həm şəxsi, həm də sosial həyatınızda güclü bağlar qurmaq və münasibətlərinizi daha sağlam və səmimi etmək üçün çox əlverişlidir. Ümumilikdə 11 mart 2025-ci il Əkizlər bürcü üçün həm şəxsi, həm də peşəkar həyatda böyük dəyişikliklər və inkişaf dövrüdür. Günün gedişatında yeni ideyalar irəli sürmək, yeniliklərə açıq olmaq və başqaları ilə səmimi münasibətlər qurmaq çox önəmlidir. Peşəkar həyatınızdakı yeni imkanlar və işgüzar əlaqələr sizi irəlilətmək üçün şanslar təqdim edəcək.
Şəxsi münasibətlərdə daha çox açıqlıq və empati göstərmək əlaqələrinizi daha möhkəm edəcək. Sağlamlığınıza diqqət edərək həm fiziki, həm də zehni sağlamlığınızı gücləndirəcəksiniz. Sosial həyatda yeni əlaqələr qurmaq və başqalarına dəstək olmaq həyatınıza müsbət təsir edəcək. Bugün ümumilikdə həyatınızdakı çoxlu sahələrdə müsbət dəyişikliklər gözlənilir. Xərçəng bürcü 11 mart 2025-ci il Xərçəng bürcünün proqnozu. 11 mart 2025-ci il Xərçəng bürcü üçün emosional və ruhi cəhətdən dərin düşüncələrə dalacağınız bir gündür. Bu günün gedişatında öz daxili dünyanızda və xarici həyatınızda əhəmiyyətli dəyişikliklər baş verə bilər. Hisslərinizin daha intensiv və dərindən olduğu, həm peşəkar, həm də şəxsi həyatınızda özünüzü daha açıq və dürüst ifadə etməyə meyilli olacaqsınız. Bu dövr həm şəxsi inkişafınız üçün, həm də ətrafınızdakı insanlarla olan əlaqələrinizi gücləndirmək üçün çox əlverişlidir. Peşəkar həyat. Peşəkar sahədə yeni ideyalar irəli sürmək və uğurlu təşəbbüslər göstərmək üçün mükəmməl bir gündəsiniz. İş yerində yeni imkanlar və irəliləyişlər gözlənilir. Bu dövrdə yaradıcı yanaşmalar tətbiq edərək həm işinizdə, həm də komanda daxilində güclü əlaqələr qurma şansı əldə edəcəksiniz. Başqalarının fikirlərini və təkliflərini dinləmək sizə yeni perspektivlər qazandıracaq və layihələrinizin uğurla həyata keçməsi üçün kömək edəcək. Rəhbərliyinizlə olan əlaqələrdə səmimi və açıq fikir mübadiləsi etmək uzun müddətli əməkdaşlıqların qurulmasına gətirib çıxara bilər. İş həyatınızda məsuliyyətlərinizi daha yaxşı idarə etmək və yenilikləri qəbul etmək sizi yüksək mövqeyə gətirə bilər. Bu dövr həm də peşəkar yüksəliş üçün əlverişli bir zaman kəsiyidir. Yaxşı təşkilatçılıq bacarıqlarınızı və liderlik qabiliyyətlərinizi nümayiş etdirmək yeni layihələr və iş təklifləri ilə qarşılaşmanıza səbəb olacaq. İrəlilədikcə özünüzü daha güclü və peşəkar sahədə daha əmin hiss edəcəksiniz. Bugün peşəkar həyatınızda qərar verməkdə diqqətli olmalı və uzun müddətli məqsədlərinizə uyğun addımlar atmalısınız. Yeni başlanğıclar və çətinliklər qarşısında ümidinizi itirməyin, çünki bu dövr sizə çox faydalı təcrübələr qazandıracaq. Şəxsi münasibətlər. Şəxsi həyatınızda emosional baxımdan böyük dəyişikliklərə açıq olacaqsınız. Günün əvvəlində öz hisslərinizlə əlaqə qurmaq və hiss etdiklərinizi anlamağa çalışmaq vacib olacaq. Bu, həm özünüzlə, həm də ətrafınızdakı insanlarla münasibətlərinizdə daha yaxşı qərarlar verməyinizə kömək edəcək. Tərəfdaşınızla olan münasibətlərinizdə daha çox empati göstərməyə, onları dinləməyə və hisslərini anlamağa çalışın. Bu dövrdə qarşılıqlı anlayış və dəstək ön planda olacaq. Yalnız olan xərçənglər üçün yeni tanışlıqlar və dərin əlaqələr qurmaq üçün müsbət bir dövr başlayır. Bu dövrdə tanış olacağınız insanlar sizin üçün həm emosional, həm də ruhi olaraq zənginləşdirici təcrübələr təqdim edə bilər. Eyni zamanda ailə üzvlərinizlə olan münasibətlərdə daha çox qayğı və anlayış göstərməyə çalışın. Ailənizlə və yaxın dostlarınızla vaxt keçirmək sizi daha yaxşı hiss etməyinizə və daha güclü bağlar qurmağınıza kömək edəcək. Həm də həyatınızdakı insanlara qarşı daha çox diqqət yetirəcəyiniz bir dövr başlayır. Keçmişdəki narazılıqları və anlaşılmazlıqları arxada qoyaraq əlaqələrinizi möhkəmləndirmək üçün mükəmməl bir fürsət yaranacaq. Sağlamlıq. Sağlamlığınızla bağlı diqqət etməli olduğunuz bir gündəsiniz. Fiziki və zehni sağlamlığınız arasında tarazlıq yaratmaq vacib olacaq. Günün əvvəlində gündəlik həyatdan biraz təcrid olaraq zehni rahatlamağa çalışın. Fərdi məşqlər, yoga və meditasiya ilə özünüzü dinləmək və yenidən bərpa etmək üçün yaxşı bir şans olacaq. Sağlam qidalanma və müntəzəm idmanla məşğul olmaq bədəninizin gücünü artıracaq və enerji səviyyənizi yüksəldəcək. Eyni zamanda gün ərzində stressi azaltmaq üçün zaman ayırın. Fiziki fəaliyyətlərə vaxt ayırmaq stresin azalmasına və sağlamlığınızın qorunmasına kömək edəcək. Sağlam yuxu rejimi qurmağa çalışın və bədəninizin istirahət etməsinə şərait yaradın. Bədəninizin ehtiyaclarını anlamaq və istirahətə xüsusi diqqət yetirmək bu dövrün faydalı tərəfi olacaq. Zehni sağlamlıq da önəmlidir. Buna görə də meditasiya və digər rahatlama üsullarını tətbiq etməyə çalışın. Yalnız bədəninizin deyil, həm də ruhsal sağlamlığınızın güclənməsi üçün müsbət addımlar atın. Sosial həyat. Sosial həyatınızda da yeni imkanlar və əlaqələr ortaya çıxacaq. Bu dövr başqaları ilə daha dərin və mənalı əlaqələr qurmaq üçün əlverişlidir.
Sosial şəbəkələrdə aktiv olmaq, yeni insanlarla tanış olmaq və dost çevrənizi genişləndirmək istəyəcəksiniz. Eyni zamanda dostlarınıza göstərdiyiniz dəstək və anlayış sizin sosial dairənizdə daha güclü bağlar yaradacaq. Sosial həyatınızdakı dəyişikliklər həm əyləncəli, həm də faydalı təcrübələr qazandıracaq. Başqalarına kömək etmək və onları dinləmək sizin həyatınıza yeni perspektivlər gətirə bilər. Bu dövr sosial əlaqələrinizdə daha çox empati və anlayış ön plana çıxacaq. Ətrafınızdakı insanlara göstərdiyiniz diqqət və qayğı həm sizin, həm də onların həyatını zənginləşdirəcək. Birlikdə keçirilən vaxt sizə yeni dostluqlar və yaxın münasibətlər gətirə bilər. Sosial şəbəkələr və tanışlıqlar vasitəsilə həm şəxsi, həm də peşəkar sahədə yeni imkanlar yaratmaq mümkündür. Ümumilikdə 11 mart 2025-ci il Xərçəng bürcü üçün həm emosional, həm də peşəkar sahədə böyük dəyişikliklər və inkişaflar gözlənilir. İş həyatınızda yeni imkanlar və təşəbbüslər ortaya çıxacaq, bu da sizi daha yüksək mövqelərə daşıya bilər. Şəxsi münasibətlərdə açıq olmaq və başqalarına qarşı empati göstərmək əlaqələrinizi möhkəmləndirəcək. Sağlamlıqla bağlı diqqətinizi artıraraq həm bədəninizin, həm də zehninizin güclənməsinə kömək edəcəksiniz. Sosial həyatınızdakı yeni tanışlıqlar və əlaqələr sizə dərin və mənalı təcrübələr təqdim edəcək. Bu dövr özünüzü daha yaxşı başa düşmək, başqalarına dəstək olmaq və həyatınızda müsbət dəyişikliklər etmək üçün çox əlverişlidir. Şir bürcü 11 mart 2025-ci il Şir bürcünün proqnozu. Bugün Şir bürcü üçün özünüzü daha güclü, yaradıcı və hər şeyə hakim hiss edəcəyiniz bir gündür. Həyatınızdakı bütün məsələlərə daha diqqətli yanaşacaq, həm şəxsi, həm də peşəkar həyatınızdakı məqsədlərinizə doğru əmin addımlarla irəliləyəcəksiniz. Bu dövr başqaları ilə əlaqələrinizi gücləndirmək, yeni ideyalar irəli sürmək və özünüzü daha yaxşı ifadə etmək üçün çox əlverişlidir. Ətrafınızdakı insanlarla olan münasibətlərinizdə daha açıq və dürüst olmaq həm özünüzü daha rahat hiss etməyinizə, həm də münasibətlərinizin daha sağlam və uzun müddətli olmasına səbəb olacaq. Peşəkar həyat. İş həyatında daha çox təşəbbüs göstərmək və yeni imkanlar əldə etmək üçün mükəmməl bir gündəsiniz. Yaradıcı yanaşmalar və yeni fikirlər irəli sürərək həm işinizi daha da inkişaf etdirə, həm də komanda daxilində liderlik bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. Həmkarlarınız və rəhbərlərinizlə olan əlaqələrinizdə açıq və səmimi olmaq daha güclü iş mühiti yaradacaq və gələcəkdə sizi yüksək mövqelərə daşıya bilər. Yeni layihələr və ideyalar irəliləyəcək, amma bu dövrün xüsusiyyətinə uyğun olaraq hər bir işin həyata keçirilməsində mükəmməl təşkilatçılıq və planlama vacib olacaq. Sizə təklif olunan yeni məsuliyyətlərə uyğun olaraq işdə daha çox liderlik rolunu qəbul edə bilərsiniz. Həm də komanda daxilindəki əməkdaşlıq və həmkarlıq işin daha müvəffəqiyyətlə irəliləməsinə kömək edəcək. Bu dövrün enerjisi həm yaradıcılığınızı, həm də praktiki bacarıqlarınızı inkişaf etdirmək üçün çox əlverişlidir. İş yerində daha çox məsuliyyət daşımaq sizi daha yüksək mövqelərə gətirə bilər. Peşəkar sahədə həm özünüzü daha əmin, həm də güclü hiss edəcəyiniz bu dövr uğur və tanınma baxımından sizi inkişaf etdirəcək. Şəxsi münasibətlər. Şəxsi münasibətlərinizdə bugün daha çox anlayış və qarşılıqlı dəstək ön planda olacaq. Həyat yoldaşınızla və yaxın dostlarınızla olan münasibətlərdə səmimi və açıq olmaq əlaqələrinizin daha sağlam və güclü olmasına gətirib çıxara bilər. Duyğularınızı daha rahat şəkildə ifadə edərək qarşı tərəfi daha yaxşı anlaya və öz hisslərinizi onların qarşısına qoya biləcəksiniz. Bu dövr romantik münasibətlərdə daha çox harmoniya və anlaşma gətirə bilər. Tək olan şirlər üçün yeni tanışlıqlar və romantik əlaqələr qurmaq üçün əlverişli bir dövr başlayır. Bu dövr yeni münasibətlərin daha dərin və mənalı olmasına səbəb ola bilər. Özünüzü tamamilə bir əlaqəyə həsr etməkdən çəkinməyin, çünki bu zaman yeni və maraqlı insanlarla tanış olmaq şansınız olacaq. Ailə ilə münasibətlərdə də çox güclü bağlar qurulacaq. Ailə üzvlərinizə daha çox diqqət yetirmək və onların ehtiyaclarını dinləmək bu dövrün əsas mövzularından biri olacaq. Keçmişdəki anlaşılmazlıqları bir kənara qoyaraq, ailə üzvlərinizlə daha yaxın münasibətlər qurmaq və daha çox vaxt keçirmək üçün mükəmməl bir fürsət yaranır. Sağlamlıq. Sağlamlığınızla bağlı bugün özünüzə daha çox vaxt ayırmalısınız. Fiziki və zehni sağlamlığınız arasında tarazlıq yaratmaq ümumi yaxşılaşmanıza kömək edəcək.
Gündəlik həyatınızdakı məşğələlərdən biraz uzaqlaşmaq və bədəninizin istirahət etməsinə şərait yaratmaq vacibdir. Fiziki fəaliyyətlərə zaman ayırmaq həm bədəninizin gücünü artıracaq, həm də zehni rahatlamağa kömək edəcək. Məşqlərdən sonra bədəninizin təravətini hiss edəcəksiniz və ümumi enerji səviyyəniz artacaq. Yaxşı bir yuxu rejimi qurmaq da sağlamlığınız üçün çox vacib olacaq. Kifayət qədər yuxu bədəninizi bərpa edəcək və gün ərzində enerjinizin yüksək olmasına kömək edəcək. Bundan əlavə, düzgün qidalanma bədəninizin gücünü artıracaq və sakit bir düşüncə ilə yeni günə hazırlığınızı təmin edəcək. Zehni rahatlama üçün meditasiya və nəfəs məşqlərini tətbiq etmək də stressin azalmasına kömək edəcək. Sosial həyat. Sosial həyatınızda yeni insanlarla tanışlıq və əlaqələrin genişlənməsi bu dövrün əsas mövzularından olacaq. Sosial şəbəkələrdə aktiv olmaq həm əyləncəli, həm də faydalı yeni tanışlıqlar əldə etməyə kömək edəcək. Ətrafınızdakı insanlara göstərdiyiniz dəstək və qayğı həm sizə, həm də onlara yeni təcrübələr və dərin əlaqələr gətirə bilər. Bu dövrdə həm də dostlarınızla daha çox vaxt keçirmək, aranızdakı bağları gücləndirmək üçün çox əlverişlidir. Sosial çevrənizdə başqalarına kömək etmək və onları dinləmək həyatınıza yeni perspektivlər gətirəcək. Sizin şəxsiyyətiniz başqalarını cəlb edəcək və insanlar sizinlə daha çox vaxt keçirmək istəyəcəklər. Həmçinin bu dövr başqalarına qarşı empati və anlayış göstərəcəyiniz bir zaman olacaq. Sosial əlaqələrinizin daha dərin və güclü olmasına səbəb olacaq. Ümumilikdə 11 mart 2025-ci il Şir bürcü üçün həm şəxsi, həm də peşəkar həyatda yeni başlanğıclar və inkişaflar gətirəcək bir gündür. İş həyatında liderlik bacarıqlarınızı nümayiş etdirərək və yeni təşəbbüslər irəli sürərək daha yüksək mövqelərə yüksəlmək üçün yaxşı bir fürsət olacaq. Şəxsi həyatınızda isə daha çox qarşılıqlı anlayış və dəstək ön planda olacaq. Həm əlaqələrinizdə, həm də sağlamlığınızda müsbət inkişaflar gözlənilir. Bu dövr həm bədəninizin, həm də zehninizin sağlamlığını qorumaq və sosial həyatda yeni əlaqələr qurmaq üçün çox əlverişlidir. Ümumilikdə bugün həyatınızdakı məqsədlərinizə doğru əmin addımlarla irəliləmək və yeniliklər etmək üçün çox əlverişlidir. Qız bürcü 11 mart 2025-ci il Qız bürcünün proqnozu. Bugün Qız bürcü üçün çox müsbət və güclü bir gündür. Həyatınızdakı məqsədlərə daha məqsədli və diqqətli yanaşacaq, həm şəxsi, həm də peşəkar həyatınızdakı məsələlərə yeni bir perspektivdən baxmağa başlayacaqsınız. Günün enerjisi sizi həm özünüzü inkişaf etdirmək, həm də başqalarına kömək etmək üçün motivasiya edəcək. Təfərrüatlara diqqət yetirmək, doğru qərarlar vermək və irəliləmək üçün çox əlverişli bir dövrdəsiniz. Bugün hisslərinizə güvənmək, həm daxili dünyanızı kəşf etmək, həm də ətrafınızdakı insanlarla olan əlaqələrinizi möhkəmləndirmək üçün çox əlverişlidir. Peşəkar həyat. Peşəkar sahədən bugün yeni imkanlarla qarşılaşa bilərsiniz. Sizi motivasiya edən və yeni fikirlərlə irəliləməyə yönləndirən yeni layihələr ortaya çıxa bilər. Özünüzü daha çox müstəqil hiss edəcəksiniz və başqalarına qarşı liderlik bacarıqlarınızı nümayiş etdirmək imkanı əldə edəcəksiniz. Eyni zamanda iş mühitindəki gərginliyi azaltmaq və daha çox əməkdaşlıq etmək də faydalı olacaq. İstər yeni layihələr, istərsə də mövcud işlərdə daha çox təşəbbüs göstərmək sizi mükəmməlliyə bir addım daha yaxınlaşdıracaq. İş mühitində təşkilatçılıq və planlama qabiliyyətləriniz diqqət çəkəcək. İş yoldaşlarınızla və rəhbərliklə olan münasibətlərdə açıq və dürüst olmaq yeni imkanlar və dəstək gətirə bilər. Başqalarına kömək etmək və onlarla əməkdaşlıq etmək sizə yeni uğurlar qazandıra bilər. İşdə daha çox məsuliyyət daşımağa hazırsınız, amma diqqət yetirin ki, hər şeyin düzgün planlanması və təşkil olunması lazımdır. Bu dövr iş həyatınızda daha böyük bir yüksəlişə səbəb ola bilər. Həmkarlarınızla əlaqələrinizə daha çox diqqət yetirərək iş mühitində müsbət dəyişikliklər edə bilərsiniz. Yeni layihələrdə öz təşəbbüsünüzü göstərmək və işin hər bir hissəsini mükəmməl icra etmək həm sizi tanınmağa gətirəcək, həm də peşəkar uğurunuza kömək edəcək. Həmçinin peşəkar məqsədlərinizə daha sürətli çatmaq üçün ətrafınızdakı insanlarla sıx əməkdaşlıq etməyə hazır olun. Şəxsi münasibətlər. Şəxsi həyatınızda bu günlərdə daha çox qarşılıqlı anlaşma və dəstək ön planda olacaq. Yaxın dostlarınız və həyat yoldaşınızla olan münasibətlərdə açıq və dürüst olmaq əlaqələrinizi daha sağlam və uzun müddətli etmək üçün faydalı olacaq.
Hisslərinizi daha rahat ifadə edəcək və qarşı tərəfi daha yaxşı anlamağa çalışacaqsınız. Bu dövr həm romantik, həm də dostluq münasibətlərində yeni başlanğıclar və güclü əlaqələr yaratmaq üçün mükəmməldir. Həmçinin keçmişdəki kiçik anlaşılmazlıqları aradan qaldırmaq və əlaqələrinizi möhkəmləndirmək üçün əla bir fürsət yaranacaq. Eyni zamanda özünüzü təhlil etmək və keçmişdəki səhvlərdən dərs çıxarmaq şəxsi inkişafınıza kömək edəcək. Həm özünüzü, həm də ətrafınızdakı insanları anlamağa çalışaraq daha müdrik qərarlar verə bilərsiniz. Həyatınızdakı insanlara göstərdiyiniz diqqət və qayğı münasibətlərinizdə böyük bir dəyişiklik yarada bilər. Bu dövr həm də yaxın insanlarla daha çox vaxt keçirmək və əlaqələrinizi daha da dərinləşdirmək üçün əlverişlidir. Tək olan qızlar üçün yeni tanışlıqlar və münasibətlər qurmaq üçün müsbət bir dövr başlayır. Yeni əlaqələr və tanışlıqlar sizin üçün həm sosial, həm də emosional olaraq zənginləşdirici olacaq. Həm də özünüzə daha çox vaxt ayıraraq daxili rahatlamağa çalışın. Sosial həyatınızda əhəmiyyətli dəyişikliklər və yeni inkişaflar yaşanacaq. Bu günlərdə yeni insanlarla tanış olmaq və mövcud əlaqələri inkişaf etdirmək üçün mükəmməl bir zaman olacaq. Sağlamlıq. Sağlamlıq məsələlərində bugün özünüzə daha çox diqqət ayırmaq və sağlam həyat tərzini qorumaq vacib olacaq. Fiziki aktivliklərə zaman ayırmaq həm bədəninizi gücləndirəcək, həm də zehni sağlamlığınızı qorumağa kömək edəcək. Günün əvvəlində aktiv şəkildə fiziki məşqlər etmək, günün sonunda isə istirahətə daha çox vaxt ayırmaq balansınızı qorumağa kömək edəcək. Meditasiya və nəfəs məşqləri ilə ruhsal rahatlamağa çalışın. Bundan əlavə, yaxşı yuxu rejimi yaratmaq və sağlam qidalanmaq bədəninizin təzələnməsinə kömək edəcək. Yuxu və istirahət gün boyu yüksək enerji ilə dolmanıza səbəb olacaq. Fiziki olaraq güclü olmaqla yanaşı, zehni baxımdan da balans yaratmağa çalışın. Çünki bu dövr həm bədəninizin, həm də ruh halınızın inkişaf etməsi üçün çox əlverişlidir. Özünüzü təzələmək həm işdə, həm də şəxsi həyatda daha effektiv və xoşbəxt olmağınıza kömək edəcək. Sosial həyat. Sosial həyatınızda bu günlərdə yeni insanlarla tanış olmaq və ətrafınızdakı insanlarla daha sıx əlaqələr qurmaq istəyi artacaq. Sosial şəbəkələrdə aktiv olmaq və yeni əlaqələr qurmaq həm əyləncəli, həm də faydalı olacaq. Dostlarınızla olan münasibətlərdə daha çox diqqət və qayğı göstərmək sosial dairənizdə yeni dərin bağlar yaradacaq. Eyni zamanda başqalarına kömək etmək və onları dinləmək həm sizin, həm də başqalarının həyatında dərin emosional dəstəyin yaranmasına səbəb olacaq. Bu dövr başqalarına qarşı empati göstərmək və onları anlamağa çalışmaq üçün çox əlverişlidir. Ətrafınızdakı insanlarla daha çox vaxt keçirmək və onlara dəstək olmaq həm sosial dairənizdə, həm də şəxsi həyatınızda dərin dəyişikliklərə səbəb olacaq. İnsanlarla daha çox empati və anlayış göstərəcəksiniz, bu da sizin sosial dairənizdəki əlaqələri gücləndirəcək və müsbət təsir yaradacaq. Ümumilikdə 11 mart 2025-ci il Qız bürcü üçün həm şəxsi, həm də peşəkar həyatda yeni başlanğıclar və inkişaflar gətirəcək bir gündür. Bu dövr peşəkar həyatda yeni imkanlar və irəliləyişlər əldə etməyə, şəxsi həyatda isə daha güclü və dərin əlaqələr qurmağa kömək edəcək. Sağlamlığınıza diqqət yetirmək həm fiziki, həm də zehni baxımdan güclənməyə kömək edəcək. Sosial həyatınızda yeni əlaqələr və tanışlıqlar sizi həm şəxsi, həm də sosial cəhətdən zənginləşdirəcək. Bugün həyatınızdakı məqsədlərə doğru əmin addımlarla irəliləmək və yeni başlanğıclar yaratmaq üçün çox əlverişlidir. Özünüzə və ətrafınızdakı insanlara daha çox diqqət göstərərək həm şəxsi, həm də sosial həyatınızda böyük irəliləyişlər əldə edə bilərsiniz. Tərəzi bürcü. 11 mart 2025-ci il Tərəzi bürcünün proqnozu. 11 mart 2025-ci il Tərəzi bürcü üçün çox önəmli və özünüzü daha güclü hiss edəcəyiniz bir gündür. Həyatınızdakı müxtəlif sahələrdə daha çox harmoniya və balans axtarışında olacaqsınız. Bugün qarşılaşdığınız məsələləri sülh yolu ilə həll etməyə çalışacaq, insanlarla münasibətlərinizi daha səmimi və açıq şəkildə quracaqsınız. Həm işdə, həm də şəxsi həyatda yeni imkanlar və dəyişikliklər gündəmə gələ bilər. Ətrafınızdakı insanlarla daha çox əməkdaşlıq etmək, özünüzü və məqsədlərinizi daha yaxşı hiss etmək üçün sizə geniş imkanlar yaradacaq. Həyatınızdakı balansı tapmaq üçün çox əlverişli bir dövrdəsiniz və hər şeyə daha məqsədli yanaşmaq sizin üçün faydalı olacaq. Peşəkar həyat.
İş həyatınızda bugün öz liderlik bacarıqlarınızı nümayiş etdirmək və yeni təşəbbüslərlə irəliləmək üçün müsbət bir dövr olacaq. Peşəkar həyatınızdakı mövqeyinizi gücləndirmək və məsuliyyətlərinizi artıra bilmək üçün çox uyğun bir vaxtdır. Həmkarlarınızla daha yaxşı əməkdaşlıq qurmaq, təşkilatçılıq bacarıqlarınızı ön plana çıxarmaq və yeni layihələrə rəhbərlik etmək mümkündür. Bu dövr rəhbərliklə daha səmimi və açıq fikir mübadiləsi aparmaq üçün əlverişlidir. Onların dəstəyini qazanmaq və yeni iş imkanları yaratmaq şansınız ola bilər. İş yerində irəliləyişlər və yeniliklər gündəmdə olacaq. Bu, sizi uzun müddətli uğurlara doğru aparan yeni addımlar atmağa təşviq edəcək. Lakin hər bir addımınızı diqqətlə planlaşdırmalısınız. Bu dövrdə diqqət yetirilməli olan əsas şey düzgün qərarlar vermək, zamanınızı və resurslarınızı səmərəli şəkildə idarə etməkdir. Eyni zamanda müsbət sosial əlaqələr qurmaq və əməkdaşlıq etmək həm sizin, həm də ətrafınızdakıların inkişafına kömək edəcək. İş yoldaşlarınızla olan münasibətlərinizi möhkəmləndirmək həm də yeni ideyalar və təkliflər ilə irəliləməyinizə yardımcı olacaq. Şəxsi münasibətlər. Şəxsi həyatınızda bugün daha çox anlayış, yaxınlıq və qarşılıqlı dəstək ön plana çıxacaq. Hisslərinizi başqalarına daha açıq şəkildə ifadə edəcək və qarşı tərəfdən də səmimi və açıq münasibət gözləyəcəksiniz. Tərəfdaşınızla münasibətlərinizdə daha çox qarşılıqlı hörmət və anlayışla yanaşmaq əlaqələrinizin daha sağlam və güclü olmasına şərait yaradacaq. Bu dövr əvvəlki narazılıqları aradan qaldırmaq və daha möhkəm bağlar qurmaq üçün yaxşı bir zamandır. Onunla həm emosional, həm də fiziki olaraq daha yaxın olmağı seçəcəksiniz. Bu, sizi daha güclü bir əlaqəyə aparacaq. Eyni zamanda ailə üzvləriniz və yaxın dostlarınızla daha dərin əlaqələr qurmaq istəyəcəksiniz. Həmçinin onların ehtiyaclarına daha çox diqqət ayırmaq, başqalarına qarşı empati göstərmək və onlara dəstək olmaq çox vacib olacaq. Bu dövrdə həm də yaxın ətrafınızdakı insanlara qarşı daha şəfqətli və anlayışlı olmağa çalışın. Sosial çevrənizdə başqalarına kömək etmək və onlarla mehriban münasibətlər qurmaq ümumi harmoniya və müsbət atmosferin yaranmasına səbəb olacaq. Tək olan tərəzilər üçün bu dövr yeni tanışlıqlar və potensial romantik əlaqələr qurmaq üçün müsbət bir zamandır. Yeni insanlarla tanış olmaq, fərqli perspektivlərlə üzləşmək və sosial mühitlərdə fəal iştirak etmək sizə ruhsal və emosional zənginlik gətirəcək. Sağlamlıq. Sağlamlıqla bağlı bugün bədəninizi dinləmək və özünüzə diqqət yetirmək çox vacib olacaq. Fiziki və zehni sağlamlıq arasında balans yaratmaq sizə daha yüksək enerji verəcək və ümumi rifahınızı artıracaq. Bu dövr həm bədəninizi gücləndirmək, həm də psixoloji olaraq özünüzü rahatlamaq üçün uyğun bir zamandır. Fiziki fəaliyyətlə məşğul olmaq, sağlam qidalanma və müntəzəm yuxu rejimi sağlamlığınızı qorumağa kömək edəcək. Günün əvvəlində enerji səviyyənizi artırmaq və günə yaxşı başlamaq üçün idman və aktivliklə məşğul olun. Günün sonunda isə rahatlamağa və stressdən uzaq durmağa diqqət yetirin. Emosional sağlamlıq da bu dövrdə çox önəmli olacaq. Hisslərinizi idarə etmək və hər hansı bir stressi aradan qaldırmaq üçün meditasiya və nəfəs məşqlərini tətbiq etmək faydalı olacaq. Bədəninizi dinləmək və istirahətə vaxt ayırmaq həm fiziki, həm də emosional sağlamlığınızı qorumağa kömək edəcək. Həmçinin su içmək və yuxu rejiminə diqqət etmək bu dövrü daha sağlam keçirməyinizə dəstək olacaq. Sosial həyat. Sosial həyatınızda bugün yeni əlaqələr qurmaq və insanlarla daha yaxın münasibətlər yaratmaq istəyəcəksiniz. Sosial şəbəkələrdə və ya real həyatda yeni insanlarla tanış olmaq həyatınıza fərqli bir dinamik gətirə bilər. Bu dövr həm də özünüzü daha çox ifadə etmək və başqalarına dəstək olmaq üçün çox əlverişlidir. Həm yaxın dostlarınız, həm də tanışlarınızla münasibətlərinizi möhkəmləndirmək, yeni dostluqlar qurmaq və insanlara kömək etmək sizə müsbət təsir edəcək. Ətrafınızdakı insanlarla empati qurmaq, onlara dəstək olmaq və sosial həyatınıza rəng qatmaq üçün çox əlverişli bir vaxtdır. Sosial dairənizdəki insanlarla daha çox vaxt keçirəcək və onlara daha çox diqqət yetirərək bağlarınızı gücləndirəcəksiniz. Dostlarınıza olan dəstəyiniz və şəfqətiniz onların sizə daha yaxın olmasına səbəb olacaq. Bu dövr həm də başqalarının ehtiyaclarını anlamaq və onlara yardım etmək üçün çox yaxşı bir vaxtdır. Sosial əlaqələrinizin inkişafı sizin də emosional olaraq daha rahat və güclü hiss etməyinizə səbəb olacaq. Ümumilikdə 11 mart 2025-ci il Tərəzi bürcü üçün həm şəxsi, həm də peşəkar həyatda yeni imkanlar və inkişaflar yaratmaq üçün çox əlverişli bir gündür.
İşdə və şəxsi həyatda həm mövqeyinizi gücləndirmək, həm də yeni əlaqələr qurmaq üçün yaxşı bir zaman olacaq. Özünüzə diqqət yetirərək həm fiziki, həm də emosional sağlamlığınızı gücləndirməyə çalışın. Sosial həyatda daha çox əlaqə qurmaq və başqalarına dəstək olmaq həyatınıza müsbət dəyişikliklər gətirəcək. Bugün həm peşəkar, həm də şəxsi həyatınızda balans yaratmaq və məqsədlərinizə doğru daha əmin addımlarla irəliləmək üçün ideal bir gündür. Əqrəb bürcü 11 mart 2025-ci il Əqrəb bürcünün proqnozu. 11 mart 2025-ci il Əqrəb bürcü üçün çox təsirli və dəyişikliklərlə dolu bir gündür. Bu dövr sizin daxili gücünüzü tamamilə hiss edəcəyiniz, məqsədlərinizə daha əmin addımlarla doğru irəliləyəcəyiniz bir vaxtdır. Şəxsi və peşəkar həyatınızda bəzi dəyişikliklər və yeni başlanğıclar olacaq. Ümumilikdə bugün sizə yeni imkanlar və uğurlar gətirəcək. Həyatınızda daha çox sabitlik və dərinlik hiss edəcəksiniz, amma bunun üçün özünüzü daha çox tanımalı və başqalarına qarşı daha açıq və dürüst olmalısınız. Duyğusal və emosional olaraq güclü hiss edəcəyiniz bir gündür, həm də yeni əlaqələr qurmaq, köhnə əlaqələri dərinləşdirmək üçün çox əlverişlidir. Peşəkar həyat. Peşəkar həyatınızda bu dövr çox əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Yeni ideyalar və təşəbbüslər ortaya çıxacaq, bu da sizi daha çox gücləndirəcək və iş həyatınızdakı mövqeyinizi möhkəmləndirəcək. Bu günlərdə yeni layihələrə başlamaq və işinizi daha səmərəli idarə etmək üçün çox əlverişlidir. Peşəkar mühitdəki münasibətlərinizə daha çox diqqət yetirmək, həmkarlarınızla daha yaxın əməkdaşlıq qurmaq və liderlik bacarıqlarınızı göstərmək üçün əla bir zamandır. İş yerindəki yeni layihələrdə yaxından iştirak etmək və daha çox məsuliyyət qəbul etmək sizə çox faydalı olacaq. Yeni məsuliyyətlər rəhbərliklə əlaqələrinizi inkişaf etdirə bilər və bu da uzun müddətli peşəkar uğurlara yol aça bilər. Dəyişikliklərə açıq olmaq və yeni imkanları dəyərləndirmək iş həyatınızda böyük uğurlar əldə etməyinizə kömək edəcək. Bununla yanaşı, işdəki mübarizələrdə daha çox əzmkarlıq və səy göstərməlisiniz. Hər hansı bir çətinliklə üzləşdiyiniz zaman soyuqqanlı qalmağa və problemləri həll etmək üçün düşünülmüş addımlar atmağa çalışın. Bu şəkildə iş həyatında daha böyük irəliləyişlər əldə edə bilərsiniz. Şəxsi münasibətlər. Şəxsi həyatınızda bu günlərdə daha dərin və emosional münasibətlər qurmağa meyilli olacaqsınız. Tərəfdaşınızla daha açıq və dürüst bir şəkildə danışmaq bir-birinizin hisslərini daha yaxşı anlamağa kömək edəcək. Əgər əlaqənizdə hər hansı bir problem və ya narazılıq varsa, bunu müzakirə edərək aradan qaldırmaq çox önəmli olacaq. Bu dövrdə tərəfdaşınızla daha çox vaxt keçirmək, birgə fəaliyyətlərə qatılmaq və bir-birinizə dəstək olmaq əlaqənizi daha da gücləndirəcək. Tək olan əqrəblər üçün isə bu dövr yeni romantik tanışlıqlar və münasibətlər qurmaq üçün çox əlverişlidir. Sosial şəbəkələrdə və ətrafınızdakı insanlarla olan əlaqələrinizin daha dərin və mənalı olması sizi emosional olaraq zənginləşdirəcək. Duyğusal baxımdan daha rahat və açıq hiss edəcəyiniz üçün yeni əlaqələrə başlamaq və yaxın insanlar tapmaq asan olacaq. Eyni zamanda keçmişdəki münasibətləri və əlaqələri yenidən gözdən keçirərək daha dərin anlayış əldə edə bilərsiniz. Ailə və dostlar. Ailənin üzvləri ilə olan münasibətlərdə də əhəmiyyətli bir dönüşüm yaşana bilər. Ailə üzvlərinizlə daha çox vaxt keçirmək, bir-birinizin ehtiyaclarına diqqət yetirmək bu dövrün əsas prioritetlərindən biri olacaq. Əgər əvvəllər ailə münasibətlərində bir məsələ barədə açıq danışılmayıbsa, bu dövr həmin məsələləri müzakirə etmək üçün çox əlverişlidir. Ailə üzvlərinizlə güclü emosional bağlar quracaq, bir-birinizə daha çox dəstək olacaq və əlaqələrinizi daha sağlam şəkildə qurmağa çalışacaqsınız. Dostlarınızla daha çox vaxt keçirmək və onlarla açıq danışmaq sizi sosial baxımdan daha güclü edəcək. Həmçinin onlara dəstək olmaq və onların ehtiyaclarını anlamaq dostluqlarınızı daha da möhkəmləndirəcək. Bu dövr həm də ətrafınızdakı insanlara qarşı empati göstərmək və onlara dəstək olmaq üçün çox əlverişlidir. Dostlarınızla olan münasibətlərinizin daha da dərinə getməsi həm özünüzü, həm də başqalarını daha yaxşı anlamağa kömək edəcək. Sağlamlıq. Sağlamlıq məsələlərində diqqətinizi həm fiziki, həm də emosional sağlamlığınıza yönəltməlisiniz. Günün əvvəlində aktiv olaraq fiziki məşqlərə vaxt ayırın. İdman və düzgün qidalanma ilə bədəninizin sağlamlığını qorumağa çalışın. Günün sonunda isə stressdən uzaq durmaq və bədəninizi istirahətə vermək çox vacibdir.
Nəfəs məşqləri və meditasiya ilə zehni rahatlamağa çalışın. Sağlamlığınızla bağlı diqqət yetirməli olduğunuz digər bir məqam isə düzgün yuxu rejimidir. Yaxşı bir yuxu bədəninizi yenidən enerjiləndirəcək və bütün gün boyunca sizi daha aktiv edəcək. Bununla yanaşı, bədəninizin ehtiyaclarını dinləmək, hər zaman dinclik tapmaq və balanslı bir həyat sürmək sizin ümumi sağlamlığınızı artıracaq. Sosial həyat. Sosial həyatınızda bu dövr yeni tanışlıqlar qurmaq və yeni insanlarla əlaqə yaratmaq üçün çox əlverişlidir. Sosial mühitlərdə daha fəal olmağa başlayacaq, insanlarla dərin və mənalı əlaqələr qurmaq istəyəcəksiniz. Sosial şəbəkələrdə aktiv olmaq həm də sosial həyatınıza müsbət təsir göstərə bilər. Dostlarınıza və yaxınlarınıza daha çox diqqət göstərmək, əlaqələrinizin daha möhkəm və davamlı olmasına səbəb olacaq. Eyni zamanda başqalarına qarşı empati göstərmək və onların ehtiyaclarını anlamaq bu dövrün ən mühüm xüsusiyyətlərindəndir. Sosial dairənizdəki insanlara qarşı göstərdiyiniz diqqət həm sizə, həm də onlara müsbət təsir göstərəcək və həyatınızı zənginləşdirəcək. Bu dövr həm sosial həyatda, həm də şəxsi həyatınızda yeni imkanlar açacaq. Ümumilikdə 11 mart 2025-ci il Əqrəb bürcü üçün həm şəxsi, həm də peşəkar həyatda dəyişikliklərə açıq bir dövrdür. Yeni başlanğıclar və inkişaflar həyatınıza müsbət təsir edəcək. Bu dövrü həyatınızın hər sahəsində dərin dəyişikliklər etmək və yeni addımlar atmaq üçün istifadə edin. Özünüzə olan inamınız artacaq, hər sahədə yeni uğurlar əldə edəcəksiniz. Peşəkar həyatda irəlilədikcə şəxsi münasibətlərdə dərinləşəcəksiniz və sağlamlığınıza diqqət yetirərək daha yaxşı bir həyat tərzi quracaqsınız. Oxatan bürcü. 11 mart 2025-ci il Oxatan bürcünün proqnozu. 11 mart 2025-ci il Oxatan bürcü üçün həm daxili, həm də xarici dəyişikliklər və yeniliklər dövrüdür. Bugün sizin üçün özünüzü daha güclü hiss edəcəyiniz, məqsədlərinizə doğru daha əmin və ardıcıl bir şəkildə irəliləyəcəyiniz bir vaxtdır. Həyatınızın müxtəlif sahələrində yeni perspektivlər və imkanlar üzə çıxacaq. Həm şəxsi, həm də peşəkar həyatınızda çoxlu enerji və motivasiya ilə irəliləmək, qarşıya çıxan çətinlikləri asanlıqla dəf etmək şansı əldə edəcəksiniz. Bu dövr həm daxili inkişaf, həm də xarici uğurlar üçün çox əlverişlidir. Özünüzü yenidən kəşf etməyə və daha öncə düşünmədiyiniz sahələrdə fəaliyyət göstərməyə meyilli olacaqsınız. Ətrafınızdakı insanlarla əlaqələrinizin dərinləşməsi və sizin gücünüzü daha yaxşı hiss etməyiniz mümkün olacaq. Peşəkar həyat. Peşəkar həyatınızda bu günlərdə yeni imkanlar və təşəbbüslər meydana gələcək. İrəliləmək üçün çox əlverişli bir vaxtdır. Bugün özünüzü daha təsirli və yaradıcı şəkildə ifadə edə biləcəksiniz. İşlərinizdə yeni yanaşmalar tətbiq etmək və yeni ideyalarla fərqlənmək şansı əldə edəcəksiniz. İş yerindəki həmkarlarınızla və rəhbərliyinizlə münasibətlərdə daha açıq və səmimi olacaqsınız. Bu da daha çox dəstək və əməkdaşlıq gətirə bilər. Eyni zamanda bu dövr yeni layihələr və təşəbbüslər üçün əlverişlidir. İdeyalarınızla fərqlənmək və iş yerindəki problemləri həll etmək sizin üçün asan olacaq. İntellektual gücünüz və strateji düşünmə qabiliyyətiniz sayəsində qarşıya çıxan çətinliklərə effektiv yanaşmaq və yeni peşəkar zirvələrə çatmaq imkanı qazanacaqsınız. Yeni iş əlaqələri və layihələr işinizin inkişafına təkan verə bilər. Şəxsi münasibətlər. Şəxsi həyatınızda bugün daha açıq fikirli və qarşılıqlı anlayışa dayalı münasibətlər inkişaf edəcək. Sevgilinizlə və yaxınlarınızla olan əlaqələrdə daha çox səmimiyyət və dərinlik olacaq. Bu dövr münasibətlərinizi daha da gücləndirmək, keçmişdəki anlaşılmazlıqları həll etmək və qarşılıqlı dəstək göstərmək üçün əlverişlidir. Eyni zamanda öz hisslərinizi daha açıq və dürüst şəkildə ifadə etmək istəyəcəksiniz. Bu, xüsusilə romantik münasibətlərdəki bağlarınızı gücləndirəcək və tərəfdaşınızla daha yaxınlaşmanıza səbəb olacaq. Tək olan oxatanlar üçün yeni tanışlıqlar qurmaq və sosial dairənizi genişləndirmək üçün müsbət bir dövrdür. Bu dövr romantik əlaqələr üçün əlverişli bir vaxtdır və daha dərin, mənalı əlaqələr qurmaq imkanı yaradır. Dostlarınızla münasibətlərinizdə isə daha çox vaxt keçirmək və onlara dəstək olmaq sosial dairənizi gücləndirəcək. Dostlarınızla birlikdə aktiv fəaliyyətlərə qatılmaq həm əyləncəli, həm də faydalı zaman keçirməyə kömək edəcək. Ailə və sosial həyat. Ailə üzvlərinizlə olan münasibətlərdə bu dövr daha çox harmoniya və qarşılıqlı dəstək gətirəcək.
Ailəvi məsələlərdə daha çox anlayış və səmimiyyət olacaq. Ailənin üzvləri ilə daha çox vaxt keçirərək onların ehtiyaclarını daha yaxşı anlayacaq və onlara dəstək olacaqsınız. Əgər keçmişdə ailə içində bəzi anlaşılmazlıqlar olubsa, bu dövr onları həll etmək üçün çox əlverişlidir. Ailə üzvlərinizlə aranızda daha sıx əlaqələr qurmaq və onlara dəstək olmaq çox mühüm olacaq. Sosial mühitdə isə daha çox insanla tanışlıq quracaq, sosial dairənizi genişləndirməyə çalışacaqsınız. Yeni insanlar tanımaq və müxtəlif mövzularda söhbətlər etmək sizə faydalı və maraqlı təcrübələr qazandıra bilər. Bu dövr sosial çevrənizi genişləndirmək və yeni təcrübələr əldə etmək üçün çox əlverişlidir. Sağlamlıq. Sağlamlıq məsələlərində diqqətinizi həm fiziki, həm də zehni sağlamlığınıza yönəltməlisiniz. Günün əvvəlində idmanla məşğul olmaq və fiziki fəaliyyətə vaxt ayırmaq enerjinizi artıracaq. Həmçinin düzgün qidalanma və yaxşı yuxu rejimi ilə bədəninizin sağlamlığını qorumağa diqqət edin. Günün sonunda isə stressdən uzaq durmaq və bədəninizi rahatlatmaq çox vacib olacaq. Zehni sağlamlığınıza diqqət yetirmək və stressi idarə etmək üçün meditasiya və nəfəs məşqləri tətbiq edə bilərsiniz. Bununla yanaşı, sosial əlaqələrdə pozitiv və qarşılıqlı dəstək nümayiş etdirmək öz emosional rahatlığınızı təmin edəcək. Bu dövr həm bədəninizi, həm də zehninizi dinləyərək sağlam həyat tərzi qurmağınız üçün yaxşı bir zamandır. Ümumilikdə 11 mart 2025-ci il Oxatan bürcü üçün həm şəxsi, həm də peşəkar həyatda yeni başlanğıclar və inkişaflarla dolu bir gündür. Öz məqsədlərinizə çatmaq üçün əmin addımlarla irəliləyəcəyiniz, həm də yaxınlarınıza qarşı daha açıq və dəstək verici olacağınız bir dövr yaşayacaqsınız. Peşəkar həyatda yeni layihələr və təşəbbüslər üzə çıxacaq, şəxsi münasibətlərdə isə daha çox harmoniya və səmimiyyət olacaq. Sağlamlığınıza diqqət edərək bədəninizi və zehninizi gücləndirəcək addımlar atın. Sosial mühitdə yeni əlaqələr qurmaq və insanlara dəstək olmaq da həyatınıza müsbət təsir göstərəcək. Bu gün həyatınızın hər sahəsində irəliləmək və yeni uğurlar əldə etmək üçün çox əlverişlidir.